Xankəndidə 3-cü və sonuncu günümüzdür. Oyanırıq, şoka düşürük ki, bu nə yağışdır. Bildiyiniz biz yağışın səsinə oyanmışıq. Oyandıq, yığışdıq, velimizi, veşimizi yığıb aşağı düşdük və heç nə olmamış kimi yenə də çox gözəl bir günəş çıxdı. Biz də bu günəşi dəyərləndirib Kübar restoranının terasında Aytən xanım və onun şəkər qızları ilə səhər yeməyinə çıxdıq. Yedik, danışdıq, yenə də növbəti planlarımızı qurduq, sağollaşdıq və biz yola çıxdıq. Təsadüfən yolumuz Xocalı istiqamətindən keçdiyinə görə dedik, heç biz bura gəlməmişik, gəlin bir nəzər yetirək. Bizi ilk Əsgəran qalası qarşıladı. Tarix sevənlər, ümumiyyətlə tarixə marağı olanlar, Əsgəran qalasının tarixini bilənlər üçün məncə bu çox maraqlı bir görüntü ola bilərdi. Mənim üçün şəxsən elə idi, şəklim və haqqında məlumatım olduğum bir yeri canlı görmək əslində çox qürurluydu, qürur verirdi, eyni zamanda kədərləndirirdi. Çünki burada müharibənin bir çox detalını açıq-aydın yaxından görmək mümkün idi. Burada çox duyğulandım digər yerlərdən fərqli olaraq. Burada qəti şəkildə gülə bilmədim. Sadəcə bir neçə şəkillər, videolar çəkdim ki, sosial şəbəkəmdə izləyicilərimlə bölüşüm və bir daha orada şükür etdim. Şükür etdim ki, bizim olan torpaqlar yenidən bizə qayıtdı, amma bu torpaqlar can bahasına başa gəldi və canını bu torpaq üçün fəda edən bütün şəhidlərə Allah rəhmət eləsin. Qalanlara isə Allah uzun ömür, can sağlığı versin. Bu qədər artıq biz buradan sağollaşırıq və Bakıya yola düşürük. Növbəti Qarabağ görüşlərimizdə sizə ətraflı olaraq harda nə qədər ödəniş etdik, bunların hər birini paylaşacağım. Çünki bu siz tərəfdən çox sual verildiyinə görə artıq müəyyən hesabatlarımı mən sizinlə birlikdə paylaşacağım. Sağ olun, salamat qalın. Növbəti videolarımda görüşənədək.